Dünyanın təbii zonalarının xəritədə izah edirəm. Deməli, birinci ekvatorial, rütubətli ekvatorial meşələrdən başlayaq. Rütubətli ekvatorial meşələr. Rəngini də görürsünüz, bu rəngdədir. Hansı ərazilərdə yayıldığın, baxın, ekvatorial meşələr Cənubi Amerikada, hara deyə bilərik? Amazon ovalığı. Afrikada Konqo çayı hövzəsi, Qvineya körfəzinin sahilləri, rütubətli ekvatorial meşələrdir. Bir də Cənub-Şərqi Asiya, Malakka yarımadası, Sumatra, Yava, burada Kalimantan, Yeni Qvineya, Filippin, bunları nə deyəcəksiniz? Rütubətli ekvatorial meşələrdir. İqlimi deyəcəksiniz ekvatorial, torpağı qırmızı, sarı, ferralit və yaxud da laterit, bitki örtüyü, liana, seybahi və ya ki, onlar öz görünəsi bu yayıldığı ərazilərdir. Keçdik digər təbii zona, savanna. Dəyişən rütubətli, o cümlədən muson meşələri var. Bu əsasən məsəl üçün ekvatorial, rütubətli ekvatorial meşənin ətrafındadır, görürsünüz bu ərazilərdədir. Braziliya cəryanı, isti cəryan olduğu yerlərdədir. Yenə də Afrikada baxın, ekvatorial meşələrindən savannanın arasında yerləşir. Sonra məsələn Şimal Amerikada Yucatan yarımadasıdır, Florida yarımadası, bu ərazilər isti cəryan keçdi. Sonra mussonların olduğu yerlər deyə bilərik. Bir də Avstraliyanın şərqi. Sonra savanna. Savannadan danışaq. Savanna hansı iqlim qurşağındadır? Subekvatorial tropik. Subekvatorial tropik, bəzən də subtropikə düşür. Hansı ərazilərdir? Gəlin Cənubi Amerikadan baxaq. Baxın, görürsünüz, Orinoco ovalığına Qvineya yaylasını deyə bilərik şimalda. Burada Lianos adlanır. Şimaldakı savanna Lianos adlanır. Cənubi Amerikadakı ekvatorial meşələr Selvas adlanır. Bunu da deyim ki, Selvasın Afrikadakı ekvatorial meşələrdən fərqi olaraq daha böyük sahə malik olmasa, bir də bitki və heyvanlar alimi daha çoxdur. Və insanlar tərəfindən daha çox dəyişikliyə məruz qalan ekvatorial meşələr Cənub-Şərqi Asiyadakı ekvatorial meşələrdir. Sonra, deməli, Cənubi Amerika şimalında Orinoco Qvineya yaylası Lianos adlanır. Buna savanna adlanır. Cənubdakı savanna isə Braziliya yaylasını deyə bilərsiniz. Sonra Şimali Amerikada da baxın bu ərazilərdə də, cənub hissələrində də var. Hətta Kubada düşür. Sonra Afrikanın şimalında görürsünüz, bu Səhranın cənub hissələrində Somali yarımadası, Şərqi Afrika yaylası, Zambezi çay hövzələri deməli savanna deyəcəksiniz. Sonra Asiyada Hindistan yarımadası, görürsünüz, rənglərini müəyyənləşdirirsiniz. Hindçin yarımadası, Avstraliyanın şimalında, şərqində, görürsünüz də burada tropik iqlim qurşağına da düşür. Hətta cənub-şərqində də var, cənub-qərbində də var. Savannadır. İndi, məsələn, savanna subekvatorialda dedik də əsasən. Məsələn, bu Braziliya yaylası cənub subekvatorialdır. Bu nə vaxt rütubət olacaq? Yayı, cənubun yayı, dekabr, yanvar, fevral. Orinoco Qvineya yaylası, iyun, il, avqust. Avstraliyanın savannaları hamısı dekabr, yanvar, fevralda rütubətli olacaq. Savannadan sonra burada codyarpaqlı verib. Mən yenə gəlin codyarpaqlıya baxaq. Aral dəniz. Rənglərini də ki, müəyyənləşdirirsiniz. Bunları sarı rənglə ayıracağım. Bu haradadır? Aral dəniz iqlim tipinin yayıldığı ərazilər. Avropanın cənubunda, Piriniya, Apenin, Balkan, Türkiyədə Kiçik Asiya yarımadasında, sonra Afrikanın şimalında, sonra bir də Afrikanın cənubunda da demişdik, Aral dəniz iqlim tipi burada. Sonra Şimal Amerikada da baxın, burada da var. Sakit Okean sahilləri, ABŞ-ın. Sonra Cənubi Amerikada Çili, Sakit Okean sahilləri, bax bu ərazilərdə. Orada da Aral dəniz iqlim tipi var. Sonra Avstraliyada. Baxın, bu cənub-şərqi ilə cənub-qərbi. Aral dəniz iqlim tipində olan codyarpaqlı meşə və kolluqlardır. Savanna demədim, savanna torpağı qırmızı qonurdur. Codyarpaqlı torpaqlı qəhvəyi torpaqlar deyəcəksiniz. Sonra gəlir səhra və yarım səhralar. Səhra və yarım səhralar deməli əsasən tropik, subtropik, mülayimdir. Torpağa boz deyəcəksiniz. Şimal Amerikada səhralar ən çox təbii ki, Kaliforniya yarımadasında soyuq Kaliforniya cəryanı. Cənubi Amerikada hansı səhra deyə biləcəksiniz? Atakama səhrası. Afrikanın şimalında təbii ki, böyük səhra var. Bu ərazilər əhatə edir. Liviya səhrası da var burada. Cənubunda da Kalahari. Bir də Bengel cəryanının yaratdığı burada Namib səhrası var. Sonra Avstraliyada Hibson, Simpson, Böyük Viktoriya, Böyük Qumlu səhraları bu ərazilərdə yerləşir, mərkəzi hissələri. Avrasiyada Ərəbistan yarımadası təbii ki,
Burada subtropik mülayimdə yerləşən səhralar da var. Qaraqum, Quzulqum, Təkləməkan, Qobi, özün Qobi Çində müəyyən qədər Monqolistanda, Təkləməkan Çində, Qaraqum, Quzulqum, bu düşməsin Özbəkistan, Qazaxıstan ərazilər düşür. Sual olur ki, niyə görə subtropikdə səhra yaranıb? Çünki materikin daxili hissələrində yerləşir, rütubət gəlib çatmır. Ona görə bu kontinental ərazilərdə səhralar yaranıb. Səhralardan sonra meşə çöl, ən məhsuldar torpaqlardır, qara torpaqlardır. Hansı iqlim qurşaqlarında olur? Subtropik və mülayimdə. Amma burada sarı rənglə görürsüz rənglənib. Deməli, Laplato ovalığında uşaqlar çöl var. Amma burada yalnız subtropikdədir, mülayimə düşmür və torpağı qırmızı-qaradır. Şimali Amerika, Avrasiyada torpağı qaradır, amma Cənubi Amerikadakı çöllərin torpağı isə qırmızı-qaradır. Urugvay və Argentina düşür, daha məhsuldardır. Sonra harda var? Sarı rəng görürük ki, ABŞ və Kanadanın mərkəzindədir və meridian istiqamətdə uzanır. Və buradakı çölə preri deyirlər, Şimali Amerikadakı çölə preri deyirlər. Həm mülayimə düşür, həm subtropikə, torpağı qaradır. Cənubi Amerikadakı çöl yalnız subtropikdədir və bura pampa deyirlər. Deməli, burada Lianos şimaldakı savanna idi, cənubdakı savanna Kampos idi. Ekvatorial meşələr Selvas, çöllərdə oldu pampa. Gəldik Afrikada yoxdur, Avstraliyada yoxdur. Avrasiyada harda var? Şərqi Avropa, məsəl üçün Ukrayna, Rusiyanın cənubu, Qazaxıstanın şimalı, Monqolistan, Çin, bu ərazilərdə görürsünüz ki, sarı rənglə olan ərazilər. Bunlar çöl təbii zonasıdır, taxılçılıq mərkəzləridir. Bunlar nədir? Çöl təbii zonasıdır. Sonra gələk qarışıq və enliyarpaqlı meşələr. Codyarpaqlı belə izah elədim, sıralama pozuldu. Qarışıq və enliyarpaqlı meşələr açıq yaşıl olan yerlərdə əsasən şimalda olacaq. Baxın, bu ərazidir. Yaşıl rənglə mən də burada rəngliyim. Bax, bu ərazilər. Bura Kanadanın cənub-şərqi, ABŞ-ın şimal-şərqidir. Enliyarpaqlı meşələrdir. Sonra harda var? Bax, Böyük Britaniya, İrlandiya. Bax, burada İsveç, Jutlandiya, Avropa, görürsünüz, Şərqi Avropa, çox hissəsi, Mərkəzi Avropanın çox hissəsi nədir? Enliyarpaqlı meşələrdir. Bu şərqə getdikcə qarışıq meşələrlə əvəz olunur. Sonra da yoxdur, bitir. Çünki iqlim kontinentallaşır, sərtləşir. Bura olacaq enliyarpaqlı meşələr, torpağın deyəcəksiniz ki, qəhvəyi və qonurdur, mülayim iqlim qurşağında olur. Mülayim iqlim qurşağındadır. Kanadanın cənub-şərqi, ABŞ-ın şimal-şərqi, Avropa, Şərqi Avropa, Mərkəzi Avropa deyə bilərsiniz. Sonra tayqa meşələri, enliyarpaqlı meşələr. Bunu göyrəyindən rəngləyirəm. Baxın, burada Kanada deyə bilərik, görürsünüz, Kanada. Sonra baxın, burada Skandinaviya yarımadasında İsveç, Norveç, Finlandiya düşür, Rusiya düşür, görürsünüz, bu ərazilər nədir? Tayqa enliyarpaqlı meşələrdir, mülayim iqlim qurşağındadır və torpağı, tayqa meşələrinin torpağı podzol deyəcəksiniz. Sonra və rütubətlənmə amsalı uşaqlar birdən böyüdür. Ekvatorialda da böyüdür, birdən böyüdür. 2200 məsələsi, 1800, 1500. Tayqada da böyüdür, tundrada da, aktiv səhrada da. Deməli, tundradakı bənövşəyi rəngdən deyə bilərik. Baxın, tundra yayıldığı yerləri rəngləyirəm. Bax, bu ərazilər görürsünüz, Kanadanın şimal hissələridir. Subarktikdədir uşaqlar. Subarktik iqlim qurşağında yayılıb tundra və bu əraziləri görürsünüz yəqin ki, tam zolaq əmələ gətirir. Tundra təbii zonasıdır. Torpağı tundra qileylidir, subarktikdədir. Burada xəzərli heyvanlar olur. Belə.